Dəyərli yurdsevərlər, məlumunuz olduğu kimi Tatar Qaraqoyunlu Qiyaslı icmasının Təşkilat Komitəsinin qərarına əsasən şəhidimiz Etibar Cəfərovun anım günü ilə əlaqədar olaraq onun Tatar Qaraqoyunlu Qiyaslı kəndləri ərazisindəki məzarını ziyarət etməklə məzarüstü anım tədbiri keçirəcəyik və qərara alınmışdır. Bununla əlaqədar şəhidimiz Etibar Cəfərovun və digər şəhidimiz olan Fəxrəddin Piriyevin doğma yurtdakı məzarlarını ziyarət etməklə tədbir keçirmək üçün nümayəndə heyəti hal-hazırda Tatar Qaraqoyunlu Qiyaslı kəndlərinin giriş hissəsində olan şəhidlərimizin xatirə lövhəsi qarşısında şəkil çəkdirir və bir növ necə deyirlər, protokol qaydalarına uyğun olaraq həmin qaydalara əməl edib, indi həm doğma kəndlərimizi ziyarət etməklə tədbirimizi qəbristanlıqda şəhidlərimizin məzarları üstündə davam etdirəcəyik. 28 iyun 2026-cı il tarixdir və hal-hazırda nümayəndə heyəti şəhidlərin xatirə lövhəsi qarşısında şəkil çəkdirirlər. Birazdan tədbirimiz davam etdiriləcək. Dəyərli yurdsevərlər, qeyd etdiyimiz kimi Tatar Qaraqoyunlu Qiyaslı icmasının qərarına əsasən şəhidimiz Etibar Xanışoğlu Cəfərovun anım günü ilə əlaqədar onun və digər şəhidimiz Fəxrəddin Piriyevin Tatar Qaraqoyunlu Qiyaslı kəndləri ərazisində olan məzarlarını ziyarət etməklə anım tədbiri keçirdik. Qərara alınmışdır və bugün həmin tədbiri biz həyata keçirdik. Şəhidimiz Etibar Cəfərov haqqında hamımız məlumdur. Onun igidliyi, qorxmazlığı, könüllü cəbhəyə getməyi və bu haqda bizim ata tərəfdən həm yerlimiz olan əzizimiz, şairə, bəstəkar belə deyək ki, Gülxar Əmrəqızının da Qəhrəmanlıq Səlnaməsi kitabında şəhidlərimiz Etibar Cəfərov, Fəxrəddin Piriyev və Niyaməddin Zülfəliyev haqqında şeirləri var. O kitabda hamımıza məlumdur, bizə təqdim eləmişdir. Yəni geniş danışmaq istəmirəm. Bu tədbiri biz keçiririk, başladıq tədbirimizi keçirməyə. Birazdan da digər şəhidimiz Fəxrəddin Piriyevin aşağıda olan məzarında ziyarət edəcəyik. Ona görə də indi biz yaxşı olardı ki, bugün tədbirdə iştirak edən Qadınlar Şurasının sədri, müavinləri, nümayəndələri və eləcə də Gənclər Şurasının sədri, müavini iştirak edirik tədbirimizdə. İndi ürək sözlərinin kimlər olarsa bir deyirlər və gənc balalarımız da öz şeirləri ilə bu tədbirimizə çox gözəllik gətirəcək. Tədbirimiz qeyd etdiyimiz kimi davam edir. İndi isə Qadınlar Şurasının Tatar Qaraqoyunlu Qiyaslı icmasının Təşkilat Komitəsinin üzvlərindən Nazim bəy və Səqani bəy dinləyək, sonra növbəti çıxışları edək. Salamlayıram dəyərli yurttaşlar, hər birinizi. Təbii ki, şəhidlər hamımız üçün fəxarət yerimiz, güvənç yerimizdir. 2 gün öncə də ordumuzun qurulmasının günü qeyd olundu. Bütün sülhlərin belə deyək, təminatlı güclü orduya sahib olmaqdır. Bu vətənin igid oğulları olduqca, vətən üçün canından keçən övladları olduqca bu vətən həmişə torpaqlarını azad görəcəkdir. Bizim bu yurdumuzda torpağa elə bağlı bir oğullar yetişdirib. Bax bu Məzaristanda uyuyan 2 şəhidimiz həm də onun göstəricisidir. Təşkilat Komitəsi adından bu ziyarətdə iştirak edən bütün yurttaşlarımıza təşəkkür edirik. Allah onlara övladların, əzizlərin xoşbəxt görmək nəsib eləsin, əziyyət çəkib gəlib. Sağ olun. Səqani bəy, buyurun. Mən də bugün bütün Azərbaycan şəhidlərinə Allahdan rəhmət diləyirəm. Həmçinin də Etibar qardaşımıza və siz də çox sağ olun ki, yəni bu uzaq yolu qət eləmişsiniz, gəlmişsiniz. Allah var eləsin sizi və həmçinin də ki, o balaca balalar
gəlsələr heç vaxt unutmasınlar. Həmişə gəlsinlər ziyarət eləsinlər. Sağ olun. Çox sağ olun. Qadınlar Şurasının, Tatar Qaraqoyunlu Qiyas İcması Qadınlar Şurasının sədri Ətrabə müəllimə. Salam, hörmətli tədbir iştirakçıları. Bugün biz doğma yurtda növbəti səfərimizin məqsədi kəndimizdən şəhid olan qəhrəman Cəfərov Etibarın anım günü ilə əlaqədar toplaşmışıq. Bu bizim mənəvi qürur borcumuzdur. Biz çox şadıq ki, bugün bu torpaqlarımıza körpə balalarımızla birlikdə ayaq qoyuruq. Və bu şəhidlərin qanı bahasına başa gəlibdir. Onlar öz canlarından keçdilər ki, bu torpağı bizim övladlarımız qorusun, nəvələrimiz qorusun. Gələcəkdə də estafeti onlar əllərinə alsınlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin və o cümlədən də şəhidimiz Etibar Cəfərovun qəhrəmanlığı dillərdə dastandır. Eyni zamanda da bizim kənddən şəhid olan digər şəhidlərimizin Allah məzarlarına cənnət eləsin, yerlərini cənnət eləsin, ruhları şad olsun. Eyni zamanda bununla da bərabər bütün Azərbaycan xalqında şəhid olan şəhidlərimizə Allahdan rəhmət diləyirik. Onların ruhu qarşısında baş əyirik. Hər zaman xatirəsi bizim qəlbimizdə əzizdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Çox sağ olun. Qadınlar Şurasının sədr müavini Vəfa xanım. Xoş gördük əziz eylilərimiz. Bu yurtda bu cür toplaşmaq bizim üçün ağırdır. İnşallah ki, gələcək görüşlər bizim burada məskunlaşmağımızla baş verər. Başda Etibar Cəfərov, Fəxrəddin Piriyev, Niyaməddin Zülfəliyev olmaqla bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik. 44 günlük müharibədə bu gözəl günləri bizə yaşadan şəhidlərimizin qarşısında baş əyirik. Qazilərimizə Allahdan şəfaat edirik. Rəbbim ordumuzu qorusun. Hər zaman bayrağımız bu cür dalğalarda ucalsın. Və bu körpə balalar da şəhidləri biz bir müəllimlər olaraq yaddan çıxartmayaq və bu körpələrə də hər zaman aşlayaq ki, bizim bu qəhrəmanlarımızı unutmasınlar, hər zaman onları yad eləsinlər və ellərini, obalarını hər zaman axtarsınlar, arasınlar, gəlsinlər, getsinlər və bu torpaqda yaşamağa davam edək inşallah. Çox sağ olun. İndi isə Gənclər Şurasının sədri Vahid bəy. Salam, dəyərli tədbir iştirakçıları, hər birinizi salamlayıram. Bugün şəhidimiz, elimizdən obamızdan olan şəhidimiz Cəfərov Etibarın anım Azərbaycanın tarihi günləri çox olub və həmin günlərdə biz bəlkə də Birinci Qarabağ döyüşlərində çox çətin döyüşlər gedir. Bu döyüşlərdə demək olar ki, Azərbaycanın şəhid sayı artıq 10.000-ə yaxın oldu. Və biz belə deyim, hərəkət elədikcə, gəzdikcə demək olar ki, hər dində, hər dalanda, hər mikrorayonda, hər məhəllədə ən azı bir və ya iki şəhid rəsmləri görürük, şəkilləri görürük. Bu da onların dəstəkləməsi üçün olmuşdur. Şəhidlərin yeri cənnətdir, onların yeri behişdir. Biz də Allahdan onlara rəhmət edirik və nə qədər ki, yenə deyirəm, Azərbaycan xalqı var. Biz hər zaman istər bizim olsun, istər kiçik olsun, istər asıllıqlarımız olsun, hər zaman onlara dinləyəcəyik, onlara düşünəcəyik və tədbir hazırlayan tədbir iştirakçılarına mən var olasınız, çox sağ olun. Bir də Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bütün şəhid valideynlərinin əllərindən öpürük. Çox sağ olun. Bəli, bütün şəhidlərimizə Allah rəhmət eləsin. Gələn nümayəndə heyətinə də təşəkkür edirik. İndi isə Gənclər Şurasının sədr müavini Aytən xanım həm də şəhidimiz Etibar Cəfərovun qardaşı qızıdır. Buyursun. Mən də əvvəla bura gələn hər bir kəsi salamlayıram. Bu ağır gündə ailəmizin yanında olduqları üçün hər birinə təşəkkür edirəm. Mən əmim Etibar Cəfərovu görməsəm də sizin kimi dəyərli insanlardan həmişə ona qarşı dəyərli fikirlər eşitmişəm və bu bizi həmişə qürurlandırıb. Bunun üçün sizə də təşəkkür edirəm. Əmimin timsalında bütün şəhidlərə Allah rəhmət eləsin. Məkanları cənnətdir, yenə də Allah cənnət eləsin. Yerdə qalanlara, sizlərə Allah can sağlığı versin. Bir daha təşəkkür edirəm.
Çox sağ olun. Şəhidimiz Etibar Cəfərovun bacısı Nəsibə xanım, buyurun. Mən ailəmiz adından hamınıza təşəkkür edirəm. Allah köməyiniz olsun. Qardaşımı ziyarət edən üçün çox sağ olun. Allah hamınızdan razı olsun. Hamımızın borcudur şəhidlərimizi belə anım, günün qeyd edib və həmişə unutmamaq, xatirimizdə saxlamaq. Şəhidimizin qardaşı Dilavər bəy. Çox sağ olun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Hər birinizə minnətdaram ki, bu uzaq yolu qət edib gəlmisiniz. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Sizlərə də bütün elimizi, obamızı bu kəndə gəlib yaşamağı nəsib eləsin. Çox sağ olun, minnətdaram. İndi isə balaca balalarımız şeir deyir. Bu kəndə sadaqdayım. Qadir cəmsi dada yurduna. Can axtarı, arı qabalı, sıfır el babaları. Ay sağ ol, ay sağ ol. Buyurun. Xansadə Aliyə. Rahat uyu igid əsgər, vətənin torpağında, adım daim ucalacaq büküldüyün bayrağında. Rahat uyu igid əsgər, qanın yerdə qalmadı bil, sənin ticarətin varkən bu vətən əzilən deyil. Ay sağ ol, çox sağ ol. Kərmizad Hüseyin, asta basın o torpağa, orada şəhid nəfəsi var. Qan qarışmış o palçıqda, sönmüş şəhid əvəsi var. Qurban olum yavaş gəzin, o dağlarda, o daşlarda. Qara şalı bir ananın, dağlar boyda yarası var. Qurban olum ana torpaq, beş quzaqla sən balamı. Güllə dəymiş şəhidimin, evdə körpə balası var. Bütöv olmuş vətənimin, yarsız qalmış gəlini var. Gecə yarısı yuxusunda, ata deyən körpəsi var. Asta deyin, asta gülün, yavaş çalın siqnalları. Bir ananın, bir atanın, bala deyən naləsi var. Çox sağ ol, Allah saxlasın. Buyurun. Kərmzadə Zeynəb. Sorğusuz, sualsız cənnət gözləyir. Şəhadət şərbəti içən şeydir. Borcdur ki, yad etsin gəlib gedənlər. Vətən üçün canından keçən şəhidi. Quranda ayə var, Allah sözüdür. Şəhidlər ölməyib, sağdır deyirlər. Bunu ispat etmək haqqın sözüdür. Allahın yanında ruzi yeyirlər. Siz vətən yolunda can qurban etdiniz. Canımız sizlərin qurbanı olsun. Sizin bulağınızdan içdiyimiz su bütün şəhidlərin ehsanı olsun. Ay, çox sağ olun. Çox sağ olun. Tanrımız sizləri qorusun. Ümidimiz gələcək nəslimizədir və eləcə də həmin nəslin nümayəndələri bugün tədbirimizdə çox gözəl iştirak edirlər. Ay, sağ olun. Söz deyən var, istəmək söz deyən. Evet, çox sağ olun. Tədbirimiz çox demək olar ki, qənaət bəxş yox, çox əla səviyyədə keçdi. Və bu tədbirimizin keçirilməsinə həmişə doğma yurda gəlib belə ziyarət eləmək, şəhidlərimizin anım mərasimini, eləcə də Novruz bayramı şənliklərini keçirməyimizdə həmişə Cəbrayıl, Qubadlı, Zəngilan rayonları üzrə prezidentin xüsusi nümayəndəliyi bizə çox böyük dəstək olub, yardımçı olub və belə tədbirlərimizin keçirilməsində həmişə necə deyərlər, bizə öz dəstəklərini əsirgəməyiblər. Ona görə də elə icmamız adından, həm də nümayəndə heyəti adından Cəbrayıl, Qubadlı, Zəngilan rayonları üzrə prezidentin xüsusi nümayəndəliyinə öz təşəkkürümüzü bildiririk, var olsunlar və inanırıq ki, belə həmrəyliyimiz sayəsində bu doğma yurdumuza tezliklə qayıdıb, belə tədbirlərimizi, şənliklərimizi doğma yurdda keçirəcəyik. Bir daha nümayəndə heyətimizə təşəkkür edirik. Var olun, sağ olun. İndi isə qeyd etdiyimiz kimi növbəti şəhidimiz Fəxrəddin Piriyevin məzarı üzərində də onu bir anım
necə deyirlər, tədbirinin davamı kimi anaq, xatırlayaq və onu da məzarını ziyarət eləyib tədbirimizi yekunlaşdırarıq. Başını dik tut ağlama, qaracığın yasını tut, yüreğini çok dağlama. Balan yardan ayrı düşüp, balasından ayrı düşüp, kan içinde zat çekip, onu bərk-bərk kucakla. Evimin çırağı sönüp, ümidim həsrətə dönüp, gözlerim qanla donup, kurbanın oğlum ağlama. Evimin çırağı sönüp, ümidim həsrətə dönüp, gözlerim qanla dolup, kurbanın oğlum ağlama. Nolar anacan ağlama, incitme balam yatır, sevgisi tavan yatır. Ana şehitler ölmeyip, yeri her an qəlbimizdə. İndi yatır şirin şirin, məkanında, cənnətində. Ruhu göylərdən baxır, gözümüzdən qan yaşamır. Balası yaman darıxır, onun qəlbini dağlama. Evimin çırağı sönüp, ümidim həsrətə dönüp, gözlərim qanla dolup, kurbanın oğlum ağlama. Evimin çırağı sönüp, ümidim həsrətə dönüp, gözlerim qanla dolup, kurbanın oğlum ağlama. Nolar anacan ağlama, incitme balam yatır, sevgisi tavan yatır. Değerli nümayəndə heyətimiz, qeyd olunduğu kimi şəhidimiz Etibar Cəfərovun anım günü ilə əlaqədar onun doğma yurtda olan məzarı üzərində qarşısında tədbirimizi keçirdik, onun anım günü ilə əlaqədar və eləcə onunla bərabər digər şəhidimiz olan Fəxrəddin Piriyevin də bu doğma yurtdakı məzarının üzərində qarşısında tədbirimiz davam edir. Fəxrəddin Piriyev haqqında yəni gənc nəsil mətbuatdan məlumatlıdır. Yaşlı nəsildə elə onun bir canlı olaraq xatırlayırlar ki, onun necə həm polis sistemində çalışdığı, bir necə deyirlər, vətənpərvər bir övlad olaraq könüllü, orada mayor rütbəsi ola, yəni 1-ci Qarabağ müharibəsində iştirak edib və şəhid olmuş. Qeyd etdiyimiz kimi şəhidimiz haqqında məlumatımız çoxdur. Tədbirimiz davam edir. İndi sözü biz gənclərə verdik. Yəni burada gənclərimizdən şair təsnifini oxumaq istəyən var. Elə o təsnifi dinləyib ən böyük şəhidlərimizin oxuna biləcək olar. İndi isə gənclərimizi dinləyək. Buyurun. Dumanlı dağların başında durdum, dumandan özüme bir xeymə qurdum. Dumanlı dağların başında durdum, dumandan özüme bir xeymə qurdum. Keçdi xəyalımdan öz gözəl yurdum, dumanlar başımda dastana döndü, dastana döndü. Keçdi xəyalımdan öz gözəl yurdum, dumanlar başımda dastana döndü, dastana döndü. Deyirlər bülbülə çəmən yaxşıdır, İnsan üçün lalə zar vətən yaxşıdır. Şair sorma vətən nədən yaxşıdır, adı gəcək könül dastana döndü, dastana döndü.
Şair sorma vətən nədən yaxşıdır. Adı gəzək könül dastana döndü, dastana döndü. Buyurun. Kəndədə deyirəm. Dumanlı dağların başında durdun, o şirin səsinlə zəncülə vurdun. Vətən nəğməsini elə oxudun, gözlərdən yaş süzdü, leysana döndü, leysana döndü. Vətən nəğməsini elə oxudun, gözlərdən yaş süzdü, leysana döndü, leysana döndü. Dillər əzbəri sən əziz Xudayar, ruhun göylərdədir, Allah olsun yar. Sənsiz gələcəkdir bu iki bahar, sən də ürəklərdə bahara döndün, dastana döndün. Sənsiz gələcəkdir bu iki bahar, sən də ürəklərdə bahara döndün, dastana döndün. Rahat uyu igid əsgər, vətənin torpağında, adım dayı ucalacaq büküldüyün bayrağında. Rahat uyu igid əsgər, qanın yerdə qalmadı bil, sənin şücaətin varkən bu vətən əzilən deyil. Ay, çox sağ ol. Allah sizi qorusun. Stada yurduna, gel aktar, arı kapalı, şıbısı düşürü, el babaları. Ay, Tanrımız qorusun sizi. Çox sağ olun, çox var olun. Çox gözəl tədbirimizi işıqlandırdıq, necə deyirlər, canlandırdıq. Və bir daha qeyd edirik ki, Tatar Qaraqoyunlu Qiyaslı İcması Təşkilat Komitəsinin qərarına əsasən İcmanın Qadınlar Şurası və Gənclər Şurasının iştirakı ilə şəhidimiz Etibar Cəfərovun 28 iyun 2026-cı il tarixində onun doğma yurdu olan Tatar Qaraqoyunlu Qiyaslı kəndləri ərazisindəki məzarını və eləcə də digər şəhidimiz Fəxrəddin Piriyevin məzarlarını ziyarət etməklə anım tədbiri keçirdik. Və qeyd etdiyimiz kimi bu tədbirə iştirak edənlərə və eləcə də dəstək olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəliyin, prezidentin xüsusi nümayəndəliyin əməkdaşlarına təşəkkürümüzü bildiririk icmamız adından. Var olun, Tanrımız sizi qorusun. Şəhidlərimizin timsalında, bugün anım tədbiri keçirdiyimiz şəhidlərimizin timsalında bütün şəhidlərimizə Tanrıdan ruhlarının şad olmasını diləyirik və eləcə də onların ruhlarını şad edən belə elliləri, necə deyirlər, onları şəhidlərimizi sevən vətənsevərlərin iştirakı ilə bu tədbirdə iştirak edənlərə can sağlığı arzulayırıq. Qazilərimizə şəfa, vətən müharibəsi iştirakçılarımıza uğurlar diləyirik. Bir daha var olun, icmamız adından bütün iştirakçılara təşəkkürümüzü bildiririk. Sağ olun, var olun, gün o gün olsun ki, arzuladığımız kimi, indi arzular yox, istəyimiz kimi bu doğma yurdumuzda gəlib yaşamı bərpa edək tezliklə və belə tədbirlərimizi, sevincli tədbirlərimizi elə doğma yurdda keçirək. Çox sağ olun, çox var olun.